Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məhsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 2 sot torpaqda, deməli 1 zal 2 otaq olan, bax belə bir həyət evi satılır. Qiyməti 28 min manatdır qiymətində bir balaca razılaşma olmalıdır. Hal-hazırda siz deməli zalını görürsünüz. Zalın uzunluğu 5, eni 4 metrdir. 2 qat kubiklə hörülüb, kürsülüdür. Əziz və hörmətli, eyni zamanda değerli insanlar, xahiş olunur videoları beğenin. Burası otaqlardan biridir. Bax bu otağın ölçüsü 4'ün 4'dədir. Polu taxtadır. Bu həyət evinin üst tərəfindən 11, aşağıdan isə 20 marşrut keçir. Onu da deyim ki, elə də belə deyim də, yəni məktəbə yaxın bir ərazi demək mümkün deyil. Ancaq başqa evlərə nisbətən yaxın ərazidir. Yaxşı yerdə yerləşir. Burası ikinci otaqdır. İkinci otağın da ölçüsü 4'ün 4'dədir. Sənədi ilkin sənəddir. Yəni bildiğiniz kimi ilkin sənəddə belə deyim də, yəni etibarnamə yolu ilə satılır. Bundan başqa arxiv arayışı var. Burası mətbəxidir. Bax necə görürsünüz bu cürdür. 3 yarımadır. İnsə bağçasına keçirəm. Qiymətim 28 min manatdır. Qiymətində mən bildiyimə görə bir balaca razılaşma olmalıdır. Hamamın ölçüsü 2'nin 3'ədir. 1,5 tonluq su bakı var. Bax deməli su bakı var. Kolonka sistemidir. İnsə bağçasına keçirəm. Qiymətim dediyim kimi 28 min manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Burası bağçasıdır. 2 sotdur. Bax bağçasında hal-hazırda ağac növü yoxdur. Mən indi sizə bu evin üst hissəsini göstərirəm. Bax qiymətim belə baxanda, yəni insaflı qiymətdir. Həm yerləşdiyi yerə görə, həm evin özünə görə 28 min manatdır qiymətində. Yenidən bu sözü təkrar edirəm. Razılaşma olmalıdır. Maşın daxil olur, darvazası var. Bax hal-hazırda mən deməli darvazasına tərəf gedirəm. Bax bura gördüyünüz deməli ərazi bu həyət evinə aiddir. Qiyməti 28 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax belə yenidən hal-hazırda darvazaya çatmamışam. Bax indi mən hal-hazırda bax deməli darvazanın düz arxasındayam. Bax bu ərazi gördüyünüz deməli bu həyət evinə aiddir. Sizlərə uğurlar.